necə deyərlər, Gülsani. Bir bacım kimi, bir anam kimi, bir Azərbaycan xanımı kimi, bir Azərbaycan qadını kimi sizin şeirləriniz, davranışınız, insanpərvərliyiniz, vətənpərvərliyiniz şəxsən məndə xüsusi hisslər oyatdı. Məxsusi hisslər oyatdı. O ki qaldı, Güzar xanım da məni gec tanıdı, yəni təxminən bir həftə bundan əvvəl tanış olmuşuq biz Azər nəşrdə, Azərbaycan nəşriyyatında mən bir ictimai birliyin üzvüyəm, təsisçilərindən biriyəm, Vətənsevərlər İctimai Birliyinin, Vətənsevərlər şəhid ailələrinə, müharibə iştirakçılarına dəstək İctimai Birliyinin təsisçilərindən biriyəm, Respublika üzrə. Deməli, belə deyək ki, əsas təsisçi Surə xanımdır. Mən də onun köməkçisiyəm və çalışacaq ki, bundan sonra da şəhidlərimiz barədə, qazilərimiz barədə, müharibə iştirakçıları barədə, hətta nəinki özümüzün torpağımızda gedən müharibələrin iştirakçıları, eləcə də İkinci Dünya Müharibəsində, Böyük Vətən Müharibəsində Rusların dediyi təbirincə desək, bizim Azərbaycanlarımızın iştirakçılarını sağ qalanlar barədə, onların ailələri barədə əlimizdən gələn mənəvi dəstək göstərək. Hərçənd ki, maddiyyətə bizim o qədər də gücümüz çatmır. Mən ömrümü sərf eləmişəm, 19 yaşından pensiya çıxana qədər xalqımın maariflənməsinə və pensiya çıxmışam. O ki qaldı, mənim oğlum bəli, Türkiyədə 2 dəfə təhsil almış, qırıcı təyyarəsi, nadir ixtisas sahibi olan Famil Məmmədli general olmaq istəyirdi. Allah Teala yarımçı onun ömrünü dayandırdı. Polkovnik leytenant kimi şəhid oldu. 2010-cu il mart ayının 3-də hərbi təlimdən qayıdarkən Allah bilir birinci, ikincisi də yəni başda oturanlar bilir, onun təyyarəsini ya ermənilər vurdu, ya da ruslar. Onun təyyarəsi, qırıcı təyyarəsi idi, komandir idi. Müəllimə məni o gündən bəri, necə deyim, dəvələrlə dəvət elədi ki, Elman müəllim, mütləq ayın 11-də inşallah imkan tapıb gələrsiniz. Mən də dedim ki, ölməsən gələcəm. Ölməsən gələcəm, hərçənd biraz gecikmişəm, Güzar müəllimə, üzürlü sayır məni, sonra sizə deyərəm ki, mən nəyə görə gecikdim. Mən də həmin günü, Güzar xanımla tanış olan günü, dahi şairimiz Səmədulunun o belə bir məşhur beyti var ki, xalqımın istəyini oğlayan mən də az-az uydururam yeri gələndə. Mən də yeri gələndə cızmaqara eləyə bilirəm. Ona görə də Güzar xanım məni bir daha elə bir ki, ruhlandırdı. Dedi, müəllim, yaz, artır və sənin üçün kitab çap eləməyə mən kömək edəcəm. Mən də dedim, vallahi mənə lazımdır, qocalmışam, qarımışam. İndiyəcəm, bütün ömrümdən yarımışam, belə deyək. Və mənim Famil idi oğlumun adı, çox üzr istəyirəm, hamımızdan Famil idi o, şəhid oğlumun adı. O şəhid olandan sonra elə bir ki, mən vəcdə gəldim. Biraz qurban olduğum inciməsin, məni günahkar saymasın. Elə bir ki, incidim mən həyatımdan, yaradanımdan. Sonra ağlım üstümə gəldi. Belə yazdım. Nə edirsən elə? Ey qadir Allah. Nə edirsən elə? Ey qadir Allah. Hökm özünündür. Elhamdülillah. Hər şeyi verən də, alan da sənsən. Bəşərin qeydinə qalan da sənsən. Xoşbəxtlik, bədbəxtlik salan da sənsən. Nə edirsən elə? Ey qadir Allah. Hökm özünündür. Elhamdülillah. Yəni bunu biraz dedim, adətən
özümü şair zat saydım. Adeten yazanlar yazdıkların yadından çıxardılar. Ben de bir bəndi yadımda saxlamışdım. Müəllimə, bir daha sizi Yüreğinize kurban. O böyle yol getirip geldiniz. borcumdur. Mən sizə o gün dedim ki, siz mənim ən doğma bacılarımdan da yaxın bacı oldunuz. Allah'ım sizi korusun, qələminizə itiliyi versin, tərbiyinizə, ilhamınıza bərəkət versin və mən belə istəyirəm, bir gəlsəm də burada əyləşənlərin çoxsu şəhid valideynləridir. Mənim gözümdən axan yaşlar elə sizin də gözünüzdə də var. Çok çok özür dilerim. Hakkınızı siz de alın. Ama size borçluyum. Ama